Ət-Tariq, Gecə Yolçusu surəsi. Mərhəmətli və rəhimli Allahın adı ilə. And olsun səmaya və gecə yolçusuna. Sən nə bilirsən ki, gecə yolçusu nədir? Bu, qaranlıqları dəlib keçən ulduzdur. Elə bir kimsə yoxdur ki, onun üzərində gözətçi olmasın. Qoy insan nədən yaradıldığına bir baxsın. O, axıdılan nütfədən yaradılmışdır. Bu nütfə bel və kök sümükləri arasından çıxır. Şübhəsiz ki, Allah onu dirildib qaytarmağa qadirdir. Sirlərin sınaqdan keçiriləcəyi gün, onun nə bir qüvvəsi, nə də bir köməkçisi olar. And olsun yağmurla qaydan göyə, and olsun növbənöv bitkilərlə yarılan yerə. Həqiqətən bu, haqqı batildən ayırt edən bir kəlamdır. O, əyləncə də deyildir. Həqiqətən, kafirlər hilə qururlar. Mən də hilə qururam. Kafirlərə hələ möhlət ver. Onlara biraz da möhlət ver.